Salam, axşamınız xeyir. Allah hamınızdan razı olsun. Mən etdiyim günahlara qarşı tövbə edirəm, amma hər dəfə yadıma düşür, günahkar və məni günahlar və məni çox narahat edir. Bundan necə qurtula bilərəm? Pis oluram buna görə. Bir var belə düşünək ki, da Allah məni bağışlamayıb, bu cürə gəlir gedir yadına, o şeytanın yorması da onu məyusluq gətirər, yaxşıdır. Bir də var, yox, yadına düşür, xəcalət çəkir, ilah məni bağışla, əf deyir, əl-əf istəyir. Bu yaxşı bir haldır. Normal bir haldır. Elə neynəsin? Allaha bir növ təşəkkür eləməkdir ki, ya Rəbbəl aləmin, sən məni təzdən hardan çıxartdın, hansı bataqlıqdan çıxartdın, yaxşı bir haldır. Allah sevir belə bir bəndəsini ki, Allahın yadına salıb günahlarını Allah huzurunda istiğfar edə bilir. Yəni ona görə deyirəm, iki cür yada düşə bilər. Yox, Allah mənə bağışlamır. Hərdən o bəzi adamlar belə qəribədir. Deyirsən, Allah sənə bağışlayar da. Yox, mənə bağışlamaz. Qurban olduğum da deyir, sənə bağışlamışam. Deyir, yox, nə hiss edirsən, necə deyirsən ki, rahat olasan da. Yəni Allah deyib bağışladım. Əff elədim səni. Da niyə bu qədər naimid olursan, niyə bu qədər məyus olursan ki? Ona görə baxır harda necə gəlir, şaşırsınız. Demək, Hüseyin yazır, salam, hacıdan soruşarsınız. Hacını niyə çətinə salırsınız? Bax, çətin duruma salırsınız. Ki, hacı, siqareti halal eləmək istəyirlər. Deyir, soruşun, hacıdan siqaret halal deyək. Mən çəkmirəm, qoy əvvəldən deyim, belə deyək də, ciddi ziyanı olsa səhhətinizə haramdır da. Bir şey ki, ciddi ziyanı olsa səhhətinizə haramdır. İndi bu veriliş qutarandan sonra yığacaqlar, mənə düşmən eləyəcəksiniz. Amma ciddi də, həqiqətən ciddi ziyan olsa haramdır. Bir də məsləhət də deyil də, səhhətinizə bir xeyri yox, bir şey. Tərqidə bir söz nə gözəldir. Onu tərqidi, belə onu, məsələn, ilahi yolda o pulu sərf eləyə bir söz nə gözəl. Amma mən bunu da demirəm, məsələn, siqaret çəkən insan tutaq ki, mən ondan üstünəm, əstəğfirullah, yox, o da fikrimdə o da deyil. Amma yaxşı olar ki, tərqidə bilirlərsə tərqidə. Bəziləri hacı, möminlərdən də indi siz bilirsiniz də gözəl, möminlərdən var, siqaret çəkənlərə nifrət gözü ilə baxırlar, hətta düşmən gözü ilə baxırlar. Ya da bu cürlə də eləməyin, düşmən baxmayın, qurban olum Allaha, düşmənçilik lazımdır. Mənim zəhləm gedir siqaret çəkənlərdən falan. Biraz bu, düşünürəm, yaxşı hal deyil. Yaxşıdır. Siqaretdən zəhlən getsin, təbii ki. Təbiidir, onun qoxusu falan. Amma siqaret çəkən bədbəxt düşüb haçansa bu girdabada belə deyək, çıxa bilmir. İnsanlar tanıyır da, iradəsi zəifdir falandır. Orucluqda deyir, Allah mənə kömək olur, gündüz yadıma düşmür. Təbii ki, yadına düşsə də belə, Allahdan qorxur, vacibdir deyə tərk edir onu. Amma axşam iftardan sonra deyir, hacı, mənim bir dərdim var. Yəni, insanlar var da, belə bir möminlər var. Əziyyət çəkirlər həqiqi mənada, əziyyət çəkirlər, tərk edə bilmirlər. Amma o boyda əziyyət çəkib Ramazan ayıdır. Məsələn, çıxıb iftarda da, indi iftarın yüngül var edir, çıxıb siqaretini çəkir. Sən indi ona gəlginən, mənim zəhləm gedir siqaret çəkəndən. Bu adam Allaha görə nəfsi ilə mübarizə aparıb bütün günü siqaretə yox deyib. Bu da bir böyük hünər sayılır həqiqi mənada. İnsan gəldiyindən buna zəhləm gedir, düz deyil axı bu.